Deməli, qloballaşmada qalmış. Qloballaşma nədir? Onun ziddini deyim, qloballaşmanı başa düşəsiniz. Qloballaşmanın ziddi, əksi təcrid olunmadır. Təbii. İzolyasiyonizm, təcrid olunma. Yəni bir iqtisadi sistem ya dünya iqtisadi sisteminin bir parçası olar, dünyada bütün ümumdünya iqtisadi sistemi həm təkcə bura iqtisadi sistem getmir də, burada elə belə deyək də, həyat tərzinin, dünya görüşünün də vahid şəkilə salınması da bura aid ola bilər. Bu qloballaşmaya aid ola bilər. Fikrimi izah edə bildimmi? Qərb Tamam. həyat tərzi, ondan sonra nətər deyirlər, orada olan hər şey, təkcə orada olan mallar yox, həm də orada olan hər şey gəlir digər dövlətlərə də təsir eləyir. Yəni bu qloballaşmanın əksi təcrid olunmadır. Fikrim çatır? Əgər Tamam. qloballaşma yoxdursa, deməli nə var? Təcrid olunma var. Bir dövlət ki, qloballaşmaya etiraz eləyir, deməli o Mesela qapalı Çin, iqtisadi məkan Çin'in, təklif eləyir. Yəni mən ancaq Çin'in de öz ölkəmin göstermeleri var da daxilində onu. nətər deyərlər, alver eləyirəm, ticarət eləyirəm. Başqa dövlətlərlə isə xüsusi qaydalar çərçivəsində ticarət eləyirəm. Amma qloballaşmanı təbliğ eləyənlər deyirlər ki, Kapalı dövlətlər siyaseti. arasındakı sərhədlər, yəni söhbət lap sərhədlərdə, gömrüklər və s. və ilaxırə götürülməlidir. Ben Çin'i buna Götürülməlidir. misal göstermek olar da kapalı siyaset yürüdürdü. Evveller mesela Çin. Çin bu dəqiqə elə əslində qalsa Çin Bir dəqiqə yox, qloballaşmaya əvvəl. razı olan dövlətlərdən biridir. Nə mənada? Yəni o elə ondan çox böyük xeyir götürür özünə. Sadəcə qloballaşma deyəndə təkcə iqtisadiyyat nəzərdə tutulmur da. Burada həm də e, maraqlar, ondan sonra həyat tərzi, dünya görüşü, bunun da vahidləşməsi, kürələşməsi, Etalona kökləşməsi çevrilmesi de nəzərdə benim. tutulur. Bəli, bəli, Şirketler, bəli. etalon. Bəli. Fikrimi izah edə bildimmi? Təkcə iqtisadi cəhətdən qloballaşma nəzərdə tutulmur. Bir, dünyada bir iqtisadi sistem yaradılsın və heç bir dövlət arasında sərhəd olmasın. Olursa da gömrük haqqı elə təyin olunsun ki, Amerikada istənilən bir istehsalçı öz malını Azərbaycana, Bangladeşə çox rahat sata bilsin, necə ki, indi də sata bilir. Düzdürmü? Bax, qloballaşma budur. Bəli. Bunu da Putin pisləyir də 2007-də çıxışında ki, bir Yox, dənə pisləyir, sistem ola bəli. bilməz. Bax, o dövlətlər pisləyirlər. Çünki qloballaşma nəticəsində qərb dövlətləri həm də demokratiya öz nətər deyirlər, e, senность rus dilində dəyərlərini, öz dəyərlərini də yeridirlər. Öz dəyərlərini. İndi burada yaxşıları da var, pisləri də var. Tam Fikrimi seçimə söyləyim. düzdür. Yaxşıları da Bəli. var. Demokratiya, hüququn aliliyi və s. və ilaxirə. Başqa dövlətlərin işinə qarışmaq. Amma pisləri də var. İndi də mən demirəm də burada. Qərb həyat tərzi. Və onu istəyirlər ki, vunuşat elə, yəni Ailə institutlarının ləğvi. bəli, onu nətər deyirlər, insanlar içərisinə onu e, yəni Yeri də var. yer etsinlər, bəli. Aydındır? Sivilizasiyaların Tamam. arasındakı sərhədlər Təbliğat. götürülsün. Bunu Təbliğat. istəyirlər. Fikrimizi eləyə bildim. Amma buna məsələn Yaponlar buna qarşı çıxır. Yaponlar deyir ki, biz düzdür. Biz iqtisadi cəhətdən qloballaşmanı qəbul edirik. İqtisadi cəhətdən. Küresəlləşməni qəbul edirik. Lakin mədəniyyətlərin və digər şeylərin, çünki biz özümüz deyək ki, Yaponuq, öz həyat tərzimizi saxlayırıq. Adət-ənənələri Bəli. var. Bəli. Çin də eyni şey deyir. Ondan sonra Koreya da eyni şey deyir. Fikrimi izah edə bildimmi? Azərbaycan da qalıb ortasında. Hə, Rusiya isə, Rusiya məsələsi burasındadır ki, Rusiya ümumiyyətcə SSR-in davamçısı olaraq avtoritar rejimlərin dəstəkçisidir dünyada. Avtoritar rejimlərin dəstəkçisidir. Niyə görə? Bax, yadımıza salaq Fransa burjuiya inqilabını. Fikir verin, orada Fransada dünya tarixində ilk dəfə olaraq, yox, dünya tarixində ilk dəfə deməyək. Yəni hər halda dünya bu demokratiya, bu liberalizm ideyaları oradan başladı da yayılmağa. Xalqın hakimiyyəti filan. Düzdür, Amerikada ilk dəfə Amerikada qurulmuşdu. Lakin elə onlar da Amerikaya baxıb həvəsləndilər. Elədilər. Ondan sonra bu ideyaları boğmaq üçün Avropa dövlətləri koalisiyası yaranmışdı. Niyə?
Çünki onların öz əhalisi Fransaya baxıb üsyan qaldırarlar. Fikrimi izah edə bilərəmmi? İndi Rusiyada siz deyirsiniz belə, Münhen konfransında hətta o e, belə deyək də pisləməsi falan bu Rusiyanın özünün yenidən dünya arenasına qayıtdığını göstərirdi. Da Putinin dövründə biz deyirik Rusiya gücləşir. Aydındır? Putinin dövründə Rusiya nisbətən gücləşir və başlayır artıq dünya arenasında öz sözünü deməyə. Xüsusən də hərbisi onun gücləşir onun dövründə. Və yenidən öz nətər deyərlər, öz maraqlarını başlayır postsovet ən azından postsovet məkanında, postsovet məkanı deyəndə SSR və ona daxil olan dövlətlərin birliyi də belə deyək, bunu deyirik. O məkanda çalışır öz maraqlarını müdafiə eləsin. Burada indi geopolitikaya biz gedirik. Mən istəmirəm o sahəyə girək. E, ən azından yəni bunu özünüz də maraqlana bilərsiniz. Aha. Bir də bu dövrdə Ərəb baharı baş verir. Bəli. Ərəb baharı. Bəli, 2010-cu ildə Tunisdə başladı. Ondan sonra da Səbəbləri Misir, nə idi? Mənim səbəbləri düzgün əmək bölgüsü yox idi, bir də diktator rejimi idi. Əmək Diktator haqqı rejimi, bölgüsü. Bəli. Ədalətsiz gəlir bölgüsü, yəni bir qrupun Bəli. həddindən artıq varlanıb milyarder olması, digər qrupun isə acından ölməsi. Tunisdə deməli başlayır bu hadisələr. Tunisdə bir nəfər göy satan özünü Facebookda canlı şəkildə yandırır. Yandırır. Ha, mənim yadıma gəlir də. Göy satan özünü Facebookda canlı açaraq yandırdı və o Öldü hadisədən olmadı. sonra hadi belə öldü də. Yandırdı. O da bütün Tunisdə yayıldı ki, bu belə bundan sonra buna etiraz olaraq başlayan aksiyalar bir gün içində Binəli rejimi vardı Tunisdə. O və onun həyat yoldaşı birinci Leydi Zat ölkəni tərk edib qaçırlar. Bir gün Onu içində. şikayət Onu Hə. şikayət edib. Ona baxan Misirdə də başlayır hərəkat, Liviyada da başlayır. Bir-birinin ardınca. Elə mən bu da devrilir onların hamısı da. Mən bəs Bəli. Suriyadan nə olur? Suriyada da Biz devrilir. bizdə can Suriyada 2011-ci ildə başlayır və Suriyada amma bir məsələ var da, Suriyada qlobal digər güclər, İrandır, Rusiyadır, birbaşa müdaxilə edirlər. Həm də Suriyada vətəndaş müharibəsi nəticəsində orada artıq bir müddətdən sonra orada terrorçular artıq Suriya rejiminə qarşı döyüşdüyü üçün o qərb dövlətləri terrorçuları gətirirlər özləri Türkiyənin zadının əli ilə. Terrorçuları gətirirlər Suriyaya. Azərbaycanla nə qədər bu vəhabilər zadlar gedir orada döyüşməyə. Bunun nəticəsində artıq Suriya xalqı görür ki, Əsədə qarşı döyüşənlər çoxu kimlərdir? O vəhabilərdir, terrorçulardır. Hansı ki, bunlar elə Suriya xalqının özünü də özlərinə düşmən görürlər. Ona görə Suriya xalqı proseslərdən çəkilmişdi, uzun müddət idi. Aydındır? Sonra Türkiyə oradan müdaxilə edir. Bu buradan yəni ona görə Rusiyanın zadın dəstəyi ilə Əsəd qalmışdı. Amma Rusiyanın başı Ukraynaya qarışdı. İran da əlini çəkəndən sonra deyir bu illəri Əsədi devirdi. Şərəsi Hə, devrildi. Əsədi devirdilər. Deməli, Ərəb baharının nəticələri. Bir də denən Mən Tunisdə, Misirdə, Suriyada diktatorluq devrildi. Suriyanı da demiyorlar amma hələ ki Suriya deməyək də. Suriya kitabda yazılmayıb. Həmin o Tunisdir, devrilən ərazilər Misirdir, Liviyadır. Buralarda. Liviyada. Hansı Yox, ölkələrdə vətəndaş müharibəsi oldu? Hansı ölkələrdə vətəndaş müharibəsi oldu? İraq və Suriyada vətəndaş Həmçinin müharibəsi oldu. Liviyada da. Niyə Liviyada da? Liviyanın Ha, özündə Liviyada. də vətəndaş müharibəsi oldu əməlli başlı. Suriya, İraq və Liviyada. Üçündə də vətəndaş müharibəsi oldu. Çoxlu insanlar öldürdü. Bir də ki terrorizm təmin Bəli, terror rejimləri orada baş qaldırdı.